Çox təcili olaraq Yeni Yasamalda 2 ev layihəli 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Dadaş Bünyadzadə küçəsində. 9 mərtəbəli 2 ev layihəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, təmiri zəif olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Sənədi kupçadır. İpotekaya yararlıdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir və bununla bərabər binanın yerləşdiyi ərazi Şərifzadə küçəsinə çox yaxın bir ərazidə yerləşir. Tibb kollecinə də yaxındır. İnşaatçılar metrosuna və 20 yanvar metrosuna piyada 10 dəqiqəlik məsafədədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Mən heç də bura Yeni Yasamal deməzdim. Yerləşir Günəş Petroldan yox, Azpetroldan təxminən 100-150 metr aşağı düşəndə 1-ci svetoforun yaxınlığında 9 mərtəbəli 2 ev layihəli binanın 5-ci mərtəbəsində ümumi sayısı 60 kvadrat olan qanuni 2 otaqlı, təmiri zəif olan bir mənzildir. Qiyməti sonda deyəcəyim, izləmədə qalın. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və bununla bərabər Şərifzadə küçəsinə 150-200 metrlik məsafədədir və Tibb kollecinin yaxınlığındadır. Bununla bərabər 20 yanvar və İnşaatçılar metrosuna piyada maksimum 10 dəqiqəlik məsafədə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 133.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277 14-35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.